dünyanın sonu olmayacaq. Hədisi şərh edən bütün ilahiyyatçıların yekdil düşüncəsinə görə, bu ifadə Fərat çayının dayanmasına işarədir. Həqiqətən 1975-ci ildə ucaldılan platin tikili, Fərat çayının qarşısını kəsir və onun axınını dayandırır. Ondan Qızıl Dağ əmələ gələndə dünyanın sonu yaxınlaşacaq. 210 metr hündürlüyündə ucaldılan yüksəklik həqiqətən qızıl dəyərindədir. Burada inşa edilən su elektrik stansiyası böyük həcmdə enerji hasil edir. Platin dağın yaxınlığında yığılan su, çayın kənarındakı daim quru olan sahələrə axıdılır ki, bu da torpağın keyfiyyətini dəfələrlə artırır. Platin yüksəkliyi yaxınlığında unikal infrastruktur yaradılır. Odur ki, bu ərazidəki torpaq doğrudan da qızıla bərabər ölçülür. Bu regionun iqtisadi inkişaf layihəsinin nəticəsi Peyğəmbərin ifadələrini tam aydınlıqla təsdiqləyir. Region nəinki iqtisadi imkanlar əldə edir, yaşayış səviyyəsi kəskin yüksəlir. Yaxın keçmişdə kütləvi informasiya vasitələrində dərc olunan daha bir məlumat, hədisdə qeyd olunanları dəqiqliklə təsdiqləyir. Qəzetlər yazırdı ki, kosmosdan çəkilən fotoşəkillər Fəratın bu sahəsinin dibində qızıl yataqlarının mövcudluğunu göstərir. Əgər çayın bu sahəsində suyun səviyyəsi aşağı düşərsə, onda yataqlar açıq, aşkar görünər. Bu sərvət üstündə qarışıqlıq düşəcək və qan töküləcək. Qarışıqlıq sözü çoxlu sayda insan ölümü ilə nəticələnən münaqişə və toqquşma deməkdir. Türkiyənin bu bölgəsində hökm sürən anarxiya və terror, dinç sakinlər arasında xeyli sayda insanın ölümünə səbəb olur. Özbaşınalıq, yerli sahibkarları ağır etkilərə məruz qoyur. Son bir neçə 10 ildə Fərat çayı sahilində minlərlə insan qətlə yetirildi. Hədisdə qeyd olunduğu kimi, başqa sözlə, Məhəmməd Peyğəmbərin hədislərində yazılanlar təsvir olunduğu kimi həyata keçdi. Ramazan ayında ay və günəş tutulmaları. Mehdinin zühurunun 2 aydın əlaməti var. Ramazan ayında tutulma 2 dəfə baş verəcək. Günəş və ay tutulmaları insanların dəfələrlə müşahidə etdiyi adi təbiət hadisəsidir. Hərçənd, hədisdə qeyd olunduğu kimi eyni ayda 2 tutulma əvvəllər heç vaxt müşahidə olunmayıb. Bu nadir təbiət hadisəsi elə də uzaq olmayan keçmişdə baş verib. Həm də 2 il ardıcıl. 1981-ci ildə, Hicr təqvimi ilə 1401-ci ildə Ramazan ayında 2 tutulma baş verir. Ay tutulması Ramazanın 15-ci günü, günəş tutulması isə 29-cu günündə qeydə alındı. – 1982-ci ildə, yəni Hicr tarixi ilə 1402-ci ildə yenə Ramazan ayının 14-cü günündə ay tutulması, 28-ci günündə isə günəş tutulması müşahidə olunur. Bu hadisələrin eyni dövrdə, yəni Hicr tarixi ilə 15-ci əsrin əvvəllərində Mehdi sahib və zamanın zühuruna işarə edən eyni əlamətlərlə baş verməsi, hədislərdə qeyd olunanların həyata keçməsi ilə bağlı ehtimalları artırır. Kometlərin qayıdışı.
Mehdi sahib və zaman zühur edəndən əvvəl elə bir komet peyda olacaq ki, o ətrafını tamamilə işıqlandırmaq gücünə malik olacaq. Bu komet Günəş və Ay tutulmalarından sonra üzə çıxacaq. В 1986-cı ildə, yəni Hicr tarixi ilə 1406-cı ildə yerdən olduqca yaxın məsafədə Halley kometi keçib. Hədislərin birində göstərildiyi kimi, onun hərəkəti şərqdən qərbə doğru istiqamətlənib. Bu kometin qayıdışının digər əlamətlərlə eyni vaxtda baş verməsi, onun hədisdə qeyd olunan əlamət olduğunu təsdiqləyir.